Uyğunluğu müəyyən edin. Heca sözün tərkibindəki saitlərin sayına görə müəyyən olunur. Bəli, sözün yazılışında neçə heca varsa, o qədər də sait olur. Birə gedir A. Cingiltili samitlər kar samitlərdən azdır. Kar samitlərimiz 11 dənə, söhbət samit səslərdən gedirsə və yaxud da hərfdən gedirsə 9 hərfdir. Cingiltili isə 14 dənədir. Deməli, cingiltili az yox, çox olmalı idi. Bu yanlış fikirdir. Ç səsi özündən sonra sait gəldikdə y səsinə çevrilə bilir. Bəli, misal üçün çi, çək, ətri. Burada sait gəldiyinə görə tələffüz zamanı ki, y-yə çevriləcək. Deməli, bu doğru fikirdir. Birə gedir S. Azərbaycan dilində 9 sait səs var. Bəli, bu da doğrudur. Birə gedir D. Bütün saitlərdə uzanma müşahidə olunur. Bu isə yanlışdır. I və Ü saitləri uzana bilmir. 2-yə gedir Y. Birə gedir A, S, D. 2-yə isə B və Y.